Mövzumuz dünya iqtisadiyyatının ümumi coğrafi səciyyəsidir və bu mövzu barədə mən sizlə söhbət edəcəm, dərs izah edəcəm. İqtisadiyyat sözünün mənası ümumiyyətlə iqtisadiyyat economics sözündən götürülübdür, ev təsərrüfatı deməkdir. Və dünya iqtisadiyyatı bütün ölkələrin iqtisadi inkişafının ümumi cəmidir. ET, yəni elmi texniki inqilab, dünya təsərrüfatının istər sahəvi, istər ərazi quruluşuna güclü təsir edibdir. İndi gəlin görək, təsərrüfatın sahəvi quruluşu dedikdə, təsərrüfatın ərazi quruluşu dedikdə nə başa düşürük? Təsərrüfatın sahəvi quruluşu dedikdə, istər dünyada, istər regionda, istər ölkədə ümumi daxili məhsulda təsərrüfat sahələrinin payı nəzərdə tutulur. Məsələn, tutaq ki, Azərbaycanda, ÜDM-da sənayenin payı, kənd təsərrüfatının payı, nəqliyyatın payı nə qədərdir bunlar? Bu təsərrüfatın sahəvi quruluşudur. Təsərrüfatın sahəvi quruluşu əhalinin müxtəlif sahələrdə məşğulluq nisbətinə əsasən müəyyən edilir. Sənayeləşmə dövrünə qədər, sənayeləşmə dövründə bir də post sənaye, yəni aqrar sənaye və post sənaye mərhələsi olmuşdu, biz bilirik. Sənayeləşmə dövründən post sənaye dövrünə qədər diqqət eləsəz, görərsiniz ki, xidmət sahələrinin, xidmət sferasının rolu neyiniyibdir? Artıbdır. Sənayeləşmə dövründən, sənayeləşmə dövrünə qədərdən, sənayeləşmə dövrünə qədər olan dövrdən, sənayeləşmə dövrünə qədər sənayenin sahəsi nə olub? Artıb. Amma post sənayeyə doğru nə olubdur? Azalma müşahidə olunubdur. Konkret olaraq aqrar sahə, yəni kənd təsərrüfatı sənayeləşmə dövrünə qədər olan dövrdən müasir dövrə qədər, yəni post sənaye dövrünə qədər azalma müşahidə olunub. Artıq biz nəyə diqqət eləyəcəyik? Biz diqqət eləyəcəyik ki, post sənaye mərhələsində xidmət sferasının rolu artıb, kənd təsərrüfatının rolu azalmaqdadır. Dünya ölkələri təsərrüfatın sahəvi quruluşuna görə 3 mərhələdən keçib. Aqrar, sənaye və post sənaye mərhələsindən. Gəlin görək, bunlar nədir? Aqrar mərhələ nədir? Burada hansı sahələr inkişaf edibdir? Öndə olubdur. Sənayedə və post sənaye mərhələsində hansı sahələr inkişaf edibdir? 18-ci əsrin ikinci yarısına qədər, 1750-ci ilə qədər, birinci yarısıdır, 50-ci ildən sonraki mərhələdə dünya təsərrüfatı aqrar quruluşa malikdir. Aqrar kənd təsərrüfatı deməkdir. Yəni bu dövrdə maddi istehsalın əsas mənbəyi nə idi? Kənd təsərrüfatı idi. Bəzi dünya ölkələri, məsələn Somali kimi ölkələr də hələ aqrar mərhələdədir. Onların iqtisadiyyatının əsasını yalnız və ya bir neçə kənd təsərrüfatı məhsulunun istehsalı təşkil edir. Belə sahələr monokultur, mono tək deməkdir. Sənaye inqilabından sonra maddi istehsalı sənayedir, kənd təsərrüfatı aiddir. Maddi istehsalda sənaye məhsulunun həcmi artmaqla sənaye quruluşu başlamışdı. Deməli, birinci oldu aqrar. Burada əsas məsələ nə idi? Əsas məsələ kənd təsərrüfatı idi. Sonra sənaye inqilabından sonra oldu sənaye quruluşu ölkələri. Sənaye quruluşu ölkələrində əsas gəlir həmin ölkələrdə hardan idi? Sənayedən idi. Məsələn, Birləşmiş Ərəb Əmirliyində. 18-19-cu əsrlərdə ET-nin nailiyyətlərindən sonra artıq post sənaye mərhələsi başladı. ET-nin başlamasına qədərki dövrdə Avropa və Şimali Amerikada hələ sənaye quruluşu qalmışdı. Amma ondan sonra hansı mərhələ başladı? Post sənaye mərhələsi. Burada xidmət sferası ön plana keçdi. ET dövründə xidmət və informasiya sektorları sürətlə inkişaf etməyə başladı. Qərb ölkələrində sənayedə istehsalın avtomatlaşdırılması ilə işçi qüvvəsinin maddi istehsal sektorundan qeyri-maddi istehsal sektoruna, yəni xidmət sektoruna axını baş verdi və dünya təsərrüfatında xidmət sektorunun payı nə olmağa başladı? Çoxalmağa başladı. Bu adlandı nə? Post sənaye quruluşu ölkələr. Aydındır. Deməli, aqrar, sənaye, post sənaye. Məsələn, aqrar quruluşa deyə bilərik ki, məsələn, Somali. Sənaye quruluşa deyə bilərik, məsələn, Birləşmiş Ərəb Əmirlikləri. Post sənaye quruluşunda isə olacaq, məsələn, ABŞ. Aydın oldu. Aqrar, sənaye, post sənaye. Daha sonra
Sonra postsənaye dövründə iqtisadiyyat keyfiyyətcə yeni mərhələyə qədəm qoyur ki, bu modernləşmə mərhələsidir. Bu da düşə bilər. Modernləşmədə maşın və avadanlıqların, texniki proseslərin müasir tələb və normalara uyğun yenilənməsidir. İndi biz təsərrüfatın sahibi quruluşu dedik nədir? Təsərrüfatın sahibi quruluşu deyəndə ümumdaxili məhsulda ölkə, dünya və ya hər hansı bir region üzrə üdm-da sənaye sahələrinin payı nəzərdə tutulurdusa, təsərrüfatın ərazi quruluşu dedikdə artıq burada əhalinin istehsal sahələri, müəssisələrin sənaye rayonları üzrə yerləşməsi başa düşülür. Ərazi üzrə qeyri-bərabər paylanma regionların iqtisadi inkişafında, nəticədə əhalinin həyat səviyyəsində ciddi fərqlərin meydana çıxmasına səbəb olur. Bunu biz çox gözəl bilirik. Təsərrüfatın ərazi quruluşunun iki forması var. Poli, yəni çox, mono, tək. Polisentrik və monosentrik. İnkişaf etmiş ölkələrdə daha çox polisentrik, inkişafda olan ölkələrdə monosentrik olacaq. Bunu da yadımızda saxlayaq. İndi inkişaf etmiş ölkələrin ərazi quruluşu polisentrik, sahibi quruluşuna biz polisentrik deyə bilmərik, ərazi quruluşu polisentrikdir. İnkişaf etmiş ölkələrdə təsərrüfatın ərazi quruluşunun polisentrik forması səciyyəvidir və inkişaf etmiş ölkələrdə iqtisadi rayonların 4 tipi var. Diqqət edin, yüksək inkişaf etmiş rayonlar, tənəzzülə uğramış köhnə sənaye rayonları, aqrariyan kənd təsərrüfatı ilə məşğul olan rayonlar, yeni mənimsənilən rayonlar. Diqqət edin, zəhmət olmasa. Yüksək inkişaf etmiş rayonların xüsusiyyətləri. Bu rayonlarda elm tutumlu sahələr üstünlük təşkil edir. Məsələn, ABŞ-ın Kaliforniya ştatı, New York ştatı, İtaliyanın şimalı, Paris, Fransa Parisi, İngiltərə Londonu, aferin, yəni Almaniyanın cənubu. Amma aqrar rayonlara fikir verin, İtaliyanın cənubu. Nəyə görə? İqlimi ona şərait yaradır. Fransanın qərbi, görürsünüz? Fransanın qərbi mülayim dənizə düşür deyən, orada təsərrüfatın inkişafı üçün, aqrar sahənin inkişafı üçün əlverişli şərait var. İspaniyanın mərkəzi, bunlar aqrar rayonlarıdır. Yəni burada kənd təsərrüfatının üstün inkişafı üçün şərait var. Köhnə tənəzzülə uğrayan rayonlar vaxtilə yüksək inkişaf ediblər, hazırda sənaye sahələri üstünlük. Məsələn, ABŞ-ın Appalaçı nəyə görə? Aferin Sarı nəyə görə? Kömür yataqlarıdır. Britaniyada Qara İngiltərə, Rusiyada Ural, Volqa boyu regionlar. Aydın oldu. Və nəhayət yeni mənimsənilən rayonlar. Burada işləyən əhaliyə daha çox əmək haqqı müqabilində gedib işləyə bilərlər həmin ərazilərdə. Fikir verin, zəhmət olmasa. Ekstermal, yəni ekstermal təbii şəraitə əlverişsiz olan ərazilər. Məsələn, Alyaska soyuq ərazidir. Alyaska ştatından söhbət gedir, yadda saxlayın. Alyaska ştatı mülayim, subarktik və arktik iqlim quşaqlarında yerləşir. Grenlandiya, sonra Avstraliyanın səhra rayonları, yadınızda saxlayın. Rusiyanın Sibir regionu. Buralar hamısı yeni mənimsənilən ərazilərdir və həmin ərazilərdə nədir? Ekstermal ərazilərdir. Sonra Latın Amerikası biz bilirik ki, Meksikadan üz aşağı, Rio Grande çayından üz aşağı nəzərdə tutulur. Latın Amerikasıdır, Asiyadır, Afrikanın inkişaf etməkdə olan ölkələrində təsərrüfatın ərazi quruluşunda nə səciyyəvidir? Monosentrik forma səciyyəvidir, yəni tək mərkəzlilik. Bu ölkələrin keçmiş müstəmləkə tarixi ilə əlaqədardır. Bilirsiniz ki, Afrika ölkələri müstəmləkə olublar da. Sonra bu ölkələrin keçmiş müstəmləkə tarixi ilə əlaqədardır. Belə ölkələrdə təsərrüfat əsasən bir mərkəzdə, ölkənin paytaxtında, yaxud liman şəhərində cəmlənir. Ölkənin daxili rayonlarında əsasən mineral xammal, kənd təsərrüfat məhsulları istehsal olunur. İxrac üçün paytaxtda və yaxud da liman şəhərinə göndərilir, oradan da ixrac əhəmiyyəti daşıyır da xarici ölkəyə göndərilir. Əslində Yaponiyada da müəssisələrin çoxu liman şəhərlərindədir. O idxal üçün, ölkənin daxili hissələrini çirkləndirməmək üçün daha çox oradadır. Belə ölkələrdə sənaye mərkəzləri zəif inkişaf etmiş rayonlarda, istehlak tipli kənd təsərrüfatı rayonlarında rayonlar arası nəqliyyat əlaqəsi zəifdir. Gəldik buradan. Monosentrik quruluşu görürsünüz, tək mərkəz. Amma polisentrik quruluşa baxın, burada bir aqrar rayon var, yüksək inkişaf etmiş rayon var, köhnə tənəzzülə uğramış rayonlar var, yeni mənimsənilən ərazilər var. Burada idxal var, bura idxal olunur, sonra buradan ixrac olunur və s. Sonra gəldik ölkələrin regionları barədə deyək. Ölkənin regionları inkişaf səviyyəsi arasında fərqləri aradan qaldırmaq üçün regionların sosial-iqtisadi inkişaf proqramı var. Bu ölkəmizdə də mövcuddur. Ölkəmizdə də bu gedir. Deməli, regional siyasət
istehsalın, əhalinin ərazi üzrə səmərəli yerləşdirilməsi məqsədilə aparılan bir dövlət siyasətidir. Bunun üçün hüquqi, inzibati, iqtisadi, sosial və ekoloji tədbirlər sistemini həyata keçirmək vacibdir. Regional siyasət inkişaf etmiş ölkələrdə daha geniş miqyasda həyata keçirilir. Bu siyasət köhnə sənaye və aqrar rayonların inkişafı, yəni biz dedik ki, köhnə rayonlar var idi, əvvəl inkişaf eləmişdi, indi artıq sənaye sahələri inkişaf eləyibdi orada və yaxud da aqrar rayonlar, kənd təsərrüfatı rayonlarında. Regional siyasət məhz ona görə orada köhnə sənaye rayonlarının, aqrar sənaye rayonlarının inkişafına daha çox önəm verir. Ekstremal şəraitə malik olan ərazilərin daha çox mənilməsi, iri şəhərlərin böyüməsinin qarşısının alınması və sair istiqamətdə tədbirlər həyata keçirilir. Bu günləri Bakı şəhərində Azərbaycan əhalisinin və belə deyək, şəhər əhalisinin çox hissəsi cəmlənmişdir. Bu da regional siyasət ölkəmizdə tətbiq olunur ki, digər ərazilərdə də iş yerləri açmaq, bəzən söhbət olur universitetləri regionlara köçürtmək, başqa regionlara, təbii ki, regionlarda Mingəçevirdə, Lənkəranda universitet mövcuddur. Başqa regionlara da universiteti köçürtmək və Bakıda sıxlığı, urbanistik partlayışı nisbətən aşağı salmaqdır. İnkişaf etməkdə olan ölkələrdə isə maddi vəsaitin çatışmazlığı üzündən regional siyasət səhifəsi aparılır. Məsələn, Braziliya, Nigeriya, Qazaxıstan kimi ölkələrin paytaxtları zəif inkişaf etmiş ərazilərə köçürməklə onların inkişafına nail olmağa çalışırlar. Azərbaycan təsərrüfatının sahəvi quruluşu. Bax, bayaq dediyim kimi, sahəvi quruluş deyəndə üdm-da təsərrüfat sahələrinin payı nəzərdə tutulur. Aydın oldu? Təsərrüfat sahələrinin payı nəzərdə tutulur. Məsələn, Azərbaycanın təsərrüfatçısının sahəvi quruluşunun ən çox payı baxırıq ki, sənayenin payına düşür. Aydın oldu. İkinci yerdə baxırıq ki, turizmdir, ticarətdir, üzr istəyirəm. Üçüncü yerdə baxırıq ki, daha doğrusu ikinci yerdə sosial xidmətlərdir. Üçüncü yerdə ticarətdir. Dördüncü yerdə məsələn, baxıram ki, vergilərdir. Bu da getdi, düzdür. Beşinci yerdə tikintidir və bu kimi. Deməli, ən çox pay nəyin payına düşür? Sənayenin payına düşür. Yadda saxlayaq bunu da. Sonra, təsərrüfatın sahəvi quruluşu dedikdə. Təsərrüfatın sahəvi quruluşu sektorlar üzrə dəyərləndirilir. Təsərrüfatın 4 sektoru var. Birinci sektor, ikinci sektor, üçüncü sektor, dördüncü sektor. Birinci sektora nələr aiddir? Birinci sektora aiddir faydalı qazıntıların hasilatı, kənd təsərrüfatı və meşə tədarükü. Daha çox hansı ölkələr üçün? İnkişafda olan ölkələr üçün səciyyəvidir. İkinci sektora aiddir emal edici sahələr, energetika, maşın qayırma, metallurgiya. Üçüncü sektora aiddir xidmət sahələri, ticarət, nəqliyyat, turizm, rabitə, bank xidmətləri, səhiyyə, təhsil. Üçüncü sektora aiddir informasiya. Aydın oldu, dördüncü sektora. Deməli, 3 ilə 4 daha çox inkişaf etmiş ölkələr üçün, 1 ilə 2 inkişafda olan ölkələr üçün. İndi bunlar barədə daha geniş məlumat vermək tələb olunur. Deməli, birinci sektorda dedik ki, insanların təbiətdən istifadə etdiyi sahələr aiddir. Hansılar? Faydalı qazıntıların hasilatı, kənd təsərrüfatı və meşə tədarükü aiddir. Elmi-texniki inqilab təsərrüfatın hər bir sahəsinin yerləşməsinə və sahə quruluşunun dəyişməsinə təsir etmişdir. ET təsərrüfat sahələrinin 3 istiqamətdə təsir göstərir. Deməli, iqtisadiyyatın birinci və ikinci sektorları, hasilat və ya emal edici sahələr ilə üçüncü və dördüncü sektorları arasında nisbət dəyişmiş, avtomatlaşdırma ilə əlaqədar olaraq sonuncularda məşğulluq artmışdı. Bu günləri dördüncü sektor qeyd etdi ki, informasiya sahəsi. Daha çox inkişaf etmiş ölkələrdə informasiya sahəsi yüksək inkişaf edib. Təbii ki, bunların gəlirləri də daha çoxdur da. Emal sektoru xüsusilə sənaye sürətlə inkişaf etməyə başladı. Buna səbəb digər təsərrüfat sahələrinin inkişafının emal edici sənayədən asılı olmasıdır. Tutaq ki, ölkəmizdə hasilat sənayesi var. Nefti hasil edirik. Onu emal etmək üçün artıq bizim belə deyək, inkişaf eləməyib emal sahəsi bizdə. Ona görə digər ölkələrin British Petroleum'dur, Lunkoil'dur, Statoil'dur, BP şirkətidir, Türk Petrollarıdır. Bunlar hamısı emal sektorunda bizdə işləyirlər. Hər bir təsərrüfat sahəsi daxilində dəyişiklik baş vermiş, yeni sahələr yaranmış, bəziləri artıq öz əhəmiyyətini itirmişdi. Məsələn, ET-dən əvvəl maşın qayırmada elektronika,
elektrotexnika, robot istehsalı və sahələr yox idi. Bu sahələr sonradan yaranmış maşın qayırma sahələrinin sayının artmasına səbəb olmuşdu. Yaxşımı? Gəldik. Neft hasilatı. Diqqətli olaq. Neft hasilatına görə görək hansı ölkələr fərqlənir. Məsələn, Rusiya. Görürsünüz. Məsələn, Kanadanın özü, ABŞ. Aydın oldu. Sonra məsələn burada yaxın şərqin neft çıxaran ölkələri, Mərkəzi Asiya ölkələri. Aydın oldu. İndi bu nefti ixrac edən ölkələrdə. Bəs nefti ixal edən ölkələr hansılardır? Baxın, ABŞ-ın özünün neft çıxarmasına baxmayaraq, Amerika Birləşmiş Ştatları nefti ixrac edir. Hardan ixrac edir? Nigeriyadan ixrac edir. Bax, görürsünüz. Hardan ixrac edir? Gəlir burada yaxın ərəb ölkələrindən də ixrac edir. Hardan ixrac edir? Biz bilirik Şimal dənizindən Britaniya, Norveç kimi ölkələrdə neft qaz çıxarır, buradan ixrac edir. Rusiyadan Şərq Avropa ölkələri ixrac edir. Məsələn, Türkiyəyə gedir buradan. Aydındır. Ərəb ölkələrindən Yaponiya ixrac edir. Cənubi-Şərqi Asiyada İndoneziyadan Yaponiya ixrac edir. Fikrim çatdı? Yəni bu neftin ixracıdır, neft çıxaran ölkələrdə yumru dairə. Amma bu rəng kvadratlarsa neftin ixal edilən ölkələrdir. Sonra gəldik. Qaz hasilatı və daşınması. Diqqət eləyək. Qaz hasilatına görə, baxın, yenə də Amerika Birləşmiş Ştatları, Kanada, Rusiya, yenə də bu hissədə Saudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran körfəzi ölkələrdir. Çinin özündə, Cənub-Şərqi Asiyada, Avstraliyanın özündə, Argentinada, bu hissədə, Mərakeş ərazisi, bu Avropanın dediyim kimi Britaniya, Norveç ərazisində, Şimal dəniz sahillərində qaz hasilatı var. Daşınması da yenə də həmin istiqamətdədir. Əlcəzairdir bu. Əlcəzairdən ABŞ-a gedir. Kanadadan Amerika Birləşmiş Ştatlarına gəlir. Sonra Əlcəzairdən yenə də Avropa ölkələrinə gedir. Rusiyadan Avropa ölkələrinə gəlir. Aydın oldu. Ərəb ölkələrindən yenə də gəlir Yaponiyaya. Avstraliya, Yaponiya. Avstraliyanın ümumiyyətlə faydalı qazıntılarının çoxunu Yaponiya daşıyır. Sonra gəldi daş kömürü hasilatı və daşınması. Daş kömür hasilatı. Baxın, Çində. Məsələn, Çində Fusin Anşan yataqları var. Hindistanda. Görürsünüz, Qazaxstanda Qaraqanda Ekibastuz var. Rusiyanın ərazisində var, Polşada var, Almaniyada var, Türkiyənin özündə var. Sonra ABŞ-ın özündə Appalaşdan çıxarır, Kanada'nın ərazisində var, Avstraliyada var. Aydın oldu. Daşınmada yenə də eyni istiqamətdə. ABŞ-da məsələn Appalaşdan daşınır Avropa ölkələrinə, Rusiyadan daşınır Avropa ölkələrinə. Aydın oldu. Avstraliyadan daşınır Yaponiyaya. Sonra, məsələn, ABŞ-ın özündən Braziliyanın ərazisinə gəlir, bir qol ayrılır buradan Braziliyanın. Czarın ərazisindən daşınır Yaponiyaya. Bunlara xüsusi diqqət eləmək lazımdır. Boksit ehtiyatı, alüminiumun xammalı. Boksit ümumiyyətlə Avstraliyada daha çoxdur. Sonra gəldi Braziliyada var, Surinamda var, Venezuelada, Yamaykada, adı ölkəsidir. Qərbi Afrikada Gvineyada var. Qazaxstanda var, Rusiyada var, Hindistanda var, Çində var. Boksit alüminiumun ən böyük xammalıdır. Gəldik dağ mədən sənayesi. Dağ mədən sənayesi təsərrüfatın yerləşməsinə təsiri hələ də qalmaqdadır. Azalsa da yenə də qalıbdır. Dağ mədən sənayesinə nələr aiddir? Dəmir filizi hasilatı, boksitin hasilatı, misin, qalayın, nikelin və filizlərin hasilatı saflaşdırılması daxildir. Qeyri-filiz faydalı qazıntıların hasilatı da dağ mədən sənayesinə aiddir. Qeyri-filizlər fosforitdir, kükürtdür, tikinti materiallardır. Siz bilirsiniz ki, faydalı qazıntılar filiz, qeyri-filiz, bir də yanar mənşəli faydalı qazıntılara aid bölünürdü. Filizlər bölünürdü, qara metal filizləri, əlvan metal filizləri, qeyri-filizlər bölünürdü, kimya xammalı, tikinti materialları, qiymətli daşlara. İndi qeyri-filiz faydalı qazıntılar da dağ mədən sənayesinə aiddir ki, onlar fosforitdir, kükürtdür, tikinti materiallardır. Bunlar qeyri-filizlərdir və dağ mədən sənayesinə aiddir. Son zamanlar mineral resurs ehtiyatlarının miqdarı azalmış, onların yaxın gələcəkdə tükənməsi problemi yaranmışdı və buna görə mineral xammalın əsas ixalçıları olan inkişaf etmiş ölkələrin bəziləri resurslara qənaət etməklə öz tələbatlarını daxili ehtiyatlar hesabına ödəməyə başlamışdılar.
Bu ölkələrdə dağ mədən sənayesində əsas yeri, ümumiyyətlə dünyada dağ mədən sənayesində əsas yeri Kanada, Avstraliya və Cənubi Afrika Respublikası tutur. Əlvan metalların arasında biz bilirik ki, alüminium əsas yeri tutur. Alüminiumun xam malı boksit, alunit və nefelindir. Alüminiumun əsas xam malı nədir? Boksitdir, alunitdir, nefelindir. Boksit hasilatı ilə emalı müxtəlif regionlarda yerləşir. Emal rayonları əsasən inkişaf etmiş ölkələrdədir. Bu isə çıxarılan boksitin tərkibində metalın çox az olması, bu bir. İstehsalın enerji tutumlu olması ilə əlaqədardır. Yəni, tullantı çoxdur boksitin tərkibində, yüngül əlvan metalda. Qarışığın miqdarı çoxdur. Filiz azdır deyən, onun çıxarılması daha çox enerji tutumlu olması ilə əlaqədardır. Ona görə də daha çox inkişaf edilmiş ölkələrdə yerləşir emalı. Dünyada ən çox boksit hasilatı Avstraliyanın şimalında York yarımadasındadır. Çıxarılan filizin tərkibində ağır metalların, xüsusilə misin payı çox az olduğundan misin də emalı hasilat rayonlarında həyata keçirilir. Çünki belə deyək, filizin ayırarkən orada tullantılar yaranır. Onu aparıb başqa yerdə o tullantını ondan ayırsaq, onu geri, o tullantını geri daşınmaq nəqliyyat xərclərinə, əlavə nəqliyyat xərclərinə gətirib çıxaracaq. Ona görə daşınması baha başa gəlir. Mis yalnız konsentrat şəklində daşınması daha əlverişlidir. Ən böyük mis hasilatı və emalı rayonları əsasən mis qurşaqlarında, Ant dağları, xüsusilə Çili, Peru, bir də Mərkəzi Afrikada Kongo Demokratik Respublikası, Zambiyadır. Həmçinin ABŞ, Rusiya, Çində yerləşir. Aydın oldu. Sonra gəldik. Qalay Wolfram qurşağı Cənubi Şərqi Asiyada, İndoneziya, Malayziya, Taylandda, hətta suyun altından da çıxarılır. Qeyri-filizlər arasında fosforit daha çox önəm daşıyır. Ən böyük fosforit qurşağı Şimal Afrikadadır. Yadınızda saxlayın, Mərakeş ərazisində. Florida yarımadasında da var, Şimal Afrikada da var. Mineral ehtiyatlar bərpa olunmayan, bütün mineral ehtiyatlar, faydalı qazıntılar bərpa olunmayan təbii ehtiyatlardır. Tükənən və bərpa olunmayan. Məsələn, neft, qaz, daş kömür yandırılarkən enerjiyə çevrilir. Onlardan bir daha istifadə etmək mümkün olmur. Biz bu arada hər bir faydalı qazıntının, əksər faydalı qazıntıların istilik vermə əmsalı var. 3-ün yazacağım. Neft 10.500'dür. Qaz 9.800'dür. Nefti, qazdır. Daş kömür bir də 7.000'dir. 1 kilogram daş kömür yanarkən 7.000 kilokalori enerji ayrılır ki, bu da şərti yanacaq vahididir. Onların hər üçünü 7.000'ə böləndə, bunda 1.5 alınır. 7.000'ə böləndə qazı 1.4 alınır. Bu neft, bu 1.4 qaz. Daş kömürü də 7.000'ə böləndə 1 alınır. Yəni bunlar əmsallarıdır. Bunları da yadda saxlayırıq. Bəzi mineral ehtiyatlar isə yenidən istifadə oluna bilər. Məsələn, dəmir, qızıl, mis, filizlərdən alınan metaldan hazırlanan məhsul müəyyən vaxtdan sonra yerindən ərdilir, başqa məhsul üçün istifadə oluna bilər. Amma tükənib bərpa olunmayandır. Qeyri-filiz faydalı qazıntılar da bərpa olunmayan mineral ehtiyatlardır. Məsələn, həng daşı, qranit, bazalt, vulkan şüşəsi inşaatda istifadə edilir. Məişətdə gündəlik istifadə olunan adi duz belə tükənən ehtiyatdır və bərpa olunmayan ehtiyatdır. Yer qabığı metallurgiya sənayesi üçün xammal əhəmiyyəti olan təbii ehtiyatlarla zəngindir. Lakin əksəriyyəti potensialdır, yəni gələcəkdə istifadə olunacaq. Və ya sənaye əhəmiyyətli deyil. Potensial ehtiyatların istifadəsi səmərəli deyil, çünki onlar daha dərin qatlarda yerləşir və ya tərkibi nədir? Kasıbdır. Məsələn, Azərbaycanda Ceyrançol ərazisində neft yataqları var, potensialdır. Yatağı aşkar edilib, üstünə belə deyək, bağlanıb qalıb oldu. Ehtiyatlardan dağlıq ərazilərdə yerləşməsi daşımalar zamanı əlavə nəqliyyat xərcləri tələb edir, ona görə onlar da potensial ehtiyatlardır. Yəni, biz risklərdən danışacaq inşallah növbəti dərslərimizdə. Deyəcək, risklər siyasi risklər ola bilər, iqtisadi risklər ola bilər, bir də ekoloji risklər ola bilər. Belə deyək, investisiya qoyan şəxs investordur. İnvestoru hər zaman risklər gözləyir, siyasi, iqtisadi, ekoloji risklər gözləyir və investor risklərdən qorunmaq üçün nə eləyir? Sığortalanır.
sığortalanır. Okey. Yəni tutaq ki, bu hansısa bir yataq var. Onun yatağı aşkar olunur ki, burada tutaq ki 2 milyon qazanc var. Mən aparıb orada 1 milyon 800 min qazanc bura yatırım eləyirəm. Amma yenə də məni iqtisadi risk gözləyir. Orada qazanc 0,2 milyon olacaq, amma hansısa bir düzgün hesablamama orada 1,5 milyonluq mənə gəlir gətirərsə, deməli mən orada da 0,3 milyon itki itirə bilirəm, qazanc itirə bilirəm. Mineral ehtiyatlardan səmərəli istifadə dövlətin daim diqqətə mərkəzində olan strateji məsələ olduğundan onlardan kompleks istifadə edilməsi üçün müxtəlif yollar tətbiq olunur. Mineral ehtiyatlardan səmərəli istifadə yolları nədir? Hansılardır? Yataqda olan ehtiyatın tam hasil olunması, yəni heç nə qoymursan da. İkinci, tərkibində filiz olan tullantılardan təkrar istifadə. Bu gün Bakı şəhərində də var, tullantıların təkrar edilməsi də oldu. Daha sonra filizin tərkibi kasılma olan suxurların emala cəlb olunması. Əgər filizin tərkibində, baxın mən sizə deyim, kasıb olan deyəndə filizin tərkibində belə deyək. Tutaq ki, mis kasıbdır, düzdür. Misin tərkibində qarışıq çoxdur. Qarışıq çoxdur. Bu emala göndəriləndən sonra o qarışığı təkrar emal eləyirsən ki, yenə də içindən nəsə qazanc əldə edə bilərsən. Daha sonra xammaldan kompleks istifadə, yəni birgə istifadə. Deməli, mineral ehtiyatlardan səmərəli istifadənin yolları hansılardır? Yataqda olan ehtiyatın tam hasil olunması. Tərkibində filiz olan tullantılardan təkrar istifadə. Daha sonra filiz tərkibi kasıb olan suxurların emala cəlb olunması, xammaldan kompleks istifadə. Gəldik ikinci sektor. Biz birinci sektordan danışdıq. Faydalı qazıntıların hasilatı, meşə tədarükü və kənd təsərrüfatı. İndi ikinci sektordan danışırıq. İkinci sektor emal edici. Orada hasilat idi, burada gəldi emal edici. Ehti dövründə emal edici sənayenin sahəvi və ərazi quruluşunda əsaslı dəyişikliklər baş vermişdir. Xüsusilə maşın qayırma, elektroenergetika və kimya sənaye sahələri sürətlə inkişaf etmişdir. Bu üç sahə, maşın qayırma, elektroenergetika və kimya sənaye sahələri daha sürətlə inkişaf edir və bu üçlük adlanır avangard üçlük. Maşın qayırma, elektroenergetika, kimyaya biz nə deyəcəyik? Avangard üçlük deyəcəyik. Gəldik, energetika özü hansı kateqoriyalara bölünür? Yanacaq energetika, elektroenergetika. Yanacaq energetika, yanacaq zamanı nədən istifadə olunur? Neftdən, qazdan, daş kömürdən, qonur kömürdən, torfdan, şistdən, quru odundan. Hər birində istilik vermə əmsalı var. 3501 idi, 2801 idi, 9001 idi, 9501 idi, 7001 idi, 10501 idi, yadımda qalanlar. Elektroenergetika. İstilik elektrik stansiyaları, su elektrik stansiyaları, atom elektrik stansiyaları, helio, yəni günəş elektrik stansiyaları, qabarma elektrik stansiyaları, geotermal elektrik stansiyaları, külək elektrik stansiyaları. İndi gəlin İES. Ümumiyyətlə, energetikanın tərkibində İES-in payı daha çoxdur, 63%. İES özü iki yerə bölünür. Biri DRES-dir, yəni Dövlət Rayon Elektrik Stansiyası yalnız elektrik enerjisi istehsal edir. İkincisi isə İEM-dir. Həm elektrik enerjisi istehsal edir, həm də su buxarı istehsal edir. Aydındır. Deməli, istilik elektrik stansiyası energetikanın tərkibində daha çox paya malikdir, 63%. İki yerə bölünür. DRES, Dövlət Rayon Elektrik Stansiyası, bir də İEM, istilik elektrik mərkəzi. DRES-də yalnız elektrik enerjisi istehsal olunur, İEM-də həm elektrik enerjisi, həm də buxar istehsal edilir. İndi gəlin görək, İES nədir? İES istilik elektrik stansiyasıdır. Tikintisi tez, daha ucuz başa gəlir. Qiymətli yanacaqdan istifadə olunur və ekoloji vəziyyəti korlayır. Təbii şəraitdən asılı deyil. İES-lər həm xammal, həm də istehlak, yəni ona tələbat rayonlarında yerləşdirmək olar. İES-lər iki qrupa bölünür. Ancaq elektrik enerjisi istehsal edən DRES-lərə elektrik enerjisi ilə yanaşı, həm də su buxarı istehsal edən İEM-lərə, buxar istehsal edən İEM-lərə. İEM-lər həm istehlak rayonlarında, həm də iri sənaye şəhərlərində tikilir. Aydın oldu. Gəldik su elektrik stansiyaları. 20%-də.
Baxın, İES biz dedik neçə faizdir? 63%. Su elektrik stansiyaları 20%-dir. Burada enerji tükənəndə sudan istifadə olunur axı. Su elektrik stansiyası üçün xam mal nədir? Sudur. Enerji nədir? Tükənir də su. Amma suyu bərpa etmək olur. Tükənən, lakin bərpa olunan enerjidən istifadə olunur. SES-lər əsasən necə ərazilərdə? Dağlıq rayonlarda. Su məsrəfi çox olan, meylliliyi və düşməsi böyük olan çaylarda tikmək olur. Aydın oldu. Çünki bu çay yüksək ərazidən axmalıdır ki, buradan enerji almaq olsun. Məsələn, dünyada Colorado və Kolumbiya çaylarında nəyə görə düşür? Çünki onun çayın düşməsi böyükdür. Düşmə nə idi? Çayın düşməsi. Çayın mənbəyi ilə mənsəb arasındakı hündürlük fərqidir. Deməli, SES-lər əsasən dağ rayonlarında su məsrəfi çox, axma meyilliliyi və düşməsi böyük olan çaylarda tikmək daha məqsədə uyğundur. Tikilməsi baha başa gəlsə də, istehsal etdiyi elektrik enerjisi maye dəyəri aşağıdır və ekoloji cəhətdən ən əsası nədir? Təmizdir. Ətraf mühiti çirkləndirmir. Su anbarlarından İES-lər yazılıb, bu SES olmalıdır. Su anbarlarından həm də suvarmada, bax, su anbarı tikilir. Su anbarından SES kimi istifadə oluna bilir. Suvarmada istifadə oluna bilir. Gəmçilikdə istifadə oluna bilir. Balıqçılıqda istifadə olunur. Lakin SES-lər üzərində su anbarlarının həm də münbit torpaqların su altında qalmasına, qurun suların səviyyəsinin qalxmasına, torpaqların bataqlaşmasına gətirib çıxarır ki, bunlar mənfi fəsadlar hesab olunur. SES-lərə Latin Amerikasında, Kanadada, Norveçdə, İsveçdə, Albaniyada, Avstriya və Yeni Zelandiyada daha çox rast gəlinir. Çünki bu ölkələr, indi birazdan orada mən göstərəcəm sizə, bu ölkələr enerjini daha çox su elektrik stansiyalarından alırlar. Daha sonra qeyd, dünyada ən nəhəng süni bənd Çində Yansız çay üzərində tikilmiş Üştərə su elektrik stansiyasıdır. Yansız çay bu arada Çinin ərazisindən axır, Cənubi Çin dənizinə tökülür. Yansızla Xuanxeyə də böyük kanal çəkilibdir. Yansız çay üzərində Üştərə su elektrik stansiyası var. Yansız çayının mənsəbi həm estuaridir, həm deltadır. Üştərə SES-ində 32 dənə generator var. Hər birinin gücü də 700 megawattdır. 22.400 megawattlıqdır ümumilikdə. Müqayisə üçün deyək ki, Mingəçevir su elektrik stansiyasında 6 generatorun ümumi gücü 420 megawattdır. Fərqə baxın ha. Deməli, Mingəçevirdə 6 ədəd, diqqət eləyin zəhmət olmasa, Mingəçevir su elektrik stansiyasında 6 dənə generatorun ümumi gücü 420 wattdır. Üştərə su elektrik stansiyasında 32 generatorun ümumi gücü 22.400 megawattdır. Birinin gücü 700 megawattdır. Deməli, Üştərə SES-indəki bir generatorun gücü Mingəçevir su anbarındakı 6 generatorun gücündən az qalıb 300 megawatt çoxdur. Aydın oldu. Su anbarları, məsələn, Grand Coulee, Kolumbiya çayı üzərindədir, Amerika Birləşmiş Ştatlarının ərazisindədir. Sakit okeana tökülür bu arada Kolumbiya çayı. Aydın oldu. Itaipu SES-i Parana çayı üzərindədir. Braziliya və Paragvayın ərazisindən, Braziliya və Paragvayın ərazisində sərhəddindədir Itaipu SES-i. Parana çayı da Atlantik okeana tökülür. Sayanşinskaya və bura bir dənə də əlavə eləyə bilərik. Krasnoyarsk Yenisey çayı üzərindədir, Rusiyanın ərazisindədir. Üştərə qeyd etdiyi Yansız çay üzərindədir, Çinin ərazisindədir. Cabora Bassa və Kariba, hər ikisi Zambez çayı üzərindədir. Cabora Bassa Mozambikdədir, Kariba Zambiya və Zimbabvenin ərazisindədir. Burada qeyd olunubdur. Victoria su anbarı Nil çayı üzərindədir. Düşür hara? Uganda, Kenya, Tanzaniyanın ərazisinə. Volta su anbarı Volta çayı üzərindədir, Qananın ərazisindədir. Asuan su anbarı Nil çayı üzərindədir, Misir, Sudanın ərazisinə düşür. Məsələn, çox əlavə eləmək olar. Məsələn, Bratsk su anbarını qeyd eləyə bilərik. Bratsk su anbarı yerləşir Angara çayı üzərində. Yeniseyin qoludur. Angara çayı üzərində, Rusiya arasında. Və yaxud Atatürk Keban su anbarları Fərat çayı üzərindədir. Növbəti gəldik AES-lər. AES, yadınızda saxlayın, atom elektrik stansiyasıdır. Energetikada 3-cü yerdədir, 17%-lə. Atom elektrik stansiyaları yanacaq energetika ehtiyatı olmayan, bu cümləyə xüsusi diqqət edin, çünki bu cümlə düşə bilər. Atom elektrik stansiyaları yanacaq energetika ehtiyatı olmayan, lakin çox enerji
tələb edən istehlak rayonlarında tikilir. AES-lərin müsbət cəhəti onların istifadə etdiyi xam malın, yəni toriumun və uran yataqlarının zəngin olmasıdır və istehsal olunan enerjinin ucuz başa gəlməsidir. Yəni AES-in müsbət atom əslində belə deyək də ətraf mühiti çirkləndirən mənbədir. Elektrik stansiyasıdır. Lakin müsbət cəhəti onun istifadə etdiyi xam malın, yəni toriumla uran yataqlarının zəngin olmasıdır və istehsal olunan enerjinin ucuz başa gəlməsidir. Amma mənfi cəhəti nədir? Tikilməsi baha başa gəlir. Su hövzələrində radioaktiv tullantılar çirkləndirilməsi, tam təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar çətinliklərdir. Ən iri AES-lər ABŞ-da, Fransada, Yaponiyada, Rusiyada, Belçikada, Almaniyada, İsveçrə kimi ölkələrdədir, inkişaf etmiş ölkələrdə. Amma AES-lərə Hindistanda, Pakistanda, Braziliyada, Argentina kimi inkişafda olan ölkələrdə də rast gəlmək olar. 1986-cı ildə Ukraynanın Çernobıl atom elektrik stansiyasında baş verən qəzadan sonra həmin ərazidə deməli hansı vəziyyət yaranıbdır? Kollaps vəziyyət. Bioloji məhsuldarlığını əbədi itirən vəziyyətdir bu kollaps vəziyyət. Təbii vəziyyət var idi, müvazinət vəziyyəti var idi, böhran vəziyyəti var idi, faciəli vəziyyət var idi, kollaps vəziyyəti var idi. Yəni orada artıq insanların yaşaması təhlükəlidir. Ətraf mühit özünü bərpa etmək gücündə deyil, heç vaxtda bərpa eləyə bilməz. Bəli. Gəldi, 21-ci əsrdə ənənəvi olmayan günəş, külək, geotermal, qabarma enerji mənbələri, həm də kömür, yanaş, şist, torfdan elektrik enerjinin alınmasında geniş istifadə olunması gözlənilir. Geotermal elektrik stansiyaları, bax bunu necə yadımızda saxlayırıq? Hansı ərazidə vulkanizm prosesi varsa, həmin ərazidə geotermal elektrik stansiyalarının olması labüddür. Məsələn, ABŞ-da, Meksikada, İtaliyada, Yaponiyada, Yeni Zelandiyada, Rusiyada deyə bilərsiniz, Kamçatkada məsələn. Aydın oldu. Sonra qabarma elektrik stansiyaları Fransada, ABŞ-da, Kanadada, Rusiyada, Çində fəaliyyət göstərir. Burada nəyə diqqət edirsiniz? PS. Təbii şəraitdən asılı olmayan elektrik stansiyası, atom elektrik stansiyasıdır. İstilik elektrik stansiyalarıdır. Daha çox asılı olan su elektrik stansiyası olmayan yerdə bunu tikə bilərsiniz. Sesi. Xeyr. Və yaxud da ki, geotermal və qabarma elektrik stansiyası. Afrikada Carın ərazisində qabarma elektrik stansiyası tikmək olar, xeyr. Və yaxud da ki, geotermal elektrik stansiyası tikmək olar, xeyr. Aydın oldu. Yəni, təbii şəraitdən asılı olanlar su elektrik stansiyalarıdır, geotermaldır, qabarma elektrik stansiyalarıdır. Asılı olmayanlarsa atom elektrik stansiyası ilə stil elektrik stansiyasıdır. İndi burada bunu qeyd eləmişik. Niderlanddır, Polşadır, Cənubi Afrika Respublikasıdır, Rumıniyadır, Meksikadır, bunlar da İES-dir. Norveçdir, Braziliyadır, Kanadadır, Albaniyadır, Efiopiyadır, Kolumbiyadır, SES-dir. Fransadır, Belçikadır, Koreya Respublikasıdır, İsveçdir, İsveçrədir, İspaniyadır. Bunlarda da atom elektrik stansiyasıdır. Bunu da yadda saxlayırıq. İES-lərin üstün olduğu ölkələr Meksikadır, Niderlanddır, Polşadır, Rumıniyadır, Çindir. Bunları artıq dedik, məncə buna lüzum yoxdur. Bu xəritə üzərində təkrardan göstərilmədi. Qeyd eləyək. Kanadada su elektrik stansiyası, Kolumbiyada, Braziliyada, Norveçdə, Efiopiyada, Rusiyada aydın oldu. Çinin ərazisində su elektrik stansiyaları var. Atom elektrik stansiyaları Fransada, Belçikada, Koreyada. Sonra gəldik, qabarma elektrik stansiyalarının tikilməsi üçün əlverişli olan su hövzələri. Fikir verin, birinci ölkə olaraq Kanada, Rusiya, İngiltərə, Fransa. Məsələn, Rusiyanın arasında Ağ dənizdə var. İngiltərənin arasında La Manş boğazında var. Kanadanın arasında Fandimən körfəzində var. Geotermal elektrik stansiyalarına daha çox hansı ərazilərdə rast gələcək? Daha çox rast gələcək ABŞ-da, Meksikada, İslandiyada dediyim kimi geotermal vulkanizm prosesi. Rusiyanın arasında, Rusiyanın bu hissəsi platforması, bu Kamçatka yarımadasında bilirsiniz də Kuliçi şovkası var. Bir də Kamçatkada Velikan geyzər var. Yaponiyada həmçinin, İndoneziyada da həmçinin, Yeni Zelandiyada da həmçinin. Bütün yanacaq növlərinin istilik vermə qabiliyyəti eyni deyil. Təbii ki. Odur ki, müxtəlif yanacaq növlərini müqayisə etmək və onların ümumi hesabını aparmaq üçün şərti yanacaq vahidi qəbul olunur və şərti yanacaq vahidi kimi nədir? 1 kiloqram daş kömür yanarkən 7000 kilokalori enerji ayrılır ki, bu şərti yanacaq vahididir.
Diqqət edin, şərti yanacaq vahidi. Neftin 1 litr neft yanarkən 10.500 kilokalori ayrılır ki, bunu 7.000-ə böləndə 1,5 ayrılır. Qazda 9.800-də 7.000-ə bölürsünüz, düşür miqlərə, sertifikatlara da düşə bilər, abituriyentlərə də düşə bilər. 7.000-ə bölürsünüz 1,4. Daş kömür 7.000-dir, 7.000-ə bölürsünüz 2,1. Torfda 3.500-dir, 7.000-ə bölürsünüz 0,5. Quru odunda 2.800-dir, 7.000-ə bölürsünüz elir 0,4. Yanaş şisti 7.000-ə bölürsünüz elir 0,3. İndi gəldik metallurgiya. Diqqət edin, metallurgiya iki yerə bölünür də. Qara metallurgiya, əlvan metallurgiya. Qara metallurgiya daha çox xam mala və yanacağa meyl eləyirsə, əlvan metallurgiya ucuz enerji mənbələrinə meyl eləyir. İndi qara metallurgiyaya nələr aiddir? Diqqət edin, zəhmət olmasa. Qara metallurgiyaya aiddir. Qara metallurgiyanın xam mal hansılardır? Dəmir filizi, daş kömür, manqan, xrom, bentonitçil. Aydın oldu. İstehsal mərhələləri. Birinci hasil olunur, sonra saflaşdırılır, konsentrat, sonra çuğun alınır, sonra polad alınır. Sonra poladdan da boru prokat, polad lövhələr, dəmir yol reysləri, armatur. Dəmir filizi ehtiyatları daha çox hansı ərazilərdədir? Fikir verin. Kanadada var, ABŞ-da var, Braziliyada var. Balaca bir Afrika ölkəsi Liberiyada var, Carın ərazisində var. Sonra gəldi Rusiyada var, Qazaxstanda var, Çində var, Hindistanda var, Avstraliyada var. ABŞ-da yuxarı göylər sahibdir. Rusiyada Kursk maqnit anomaliyası, Ukraynada burada yadımdan çıxdı Krivoy Rog, Qazaxstanda Kostanay. Daş kömür ehtiyatları. ABŞ-ın ərazisində var. Görürsünüz, Kolumbiyada var. Sonra buradan Almaniyada, Polşada, Ukraynada, Türkiyədə var. Rusiyada, Çində, Hindistanda, Avstraliyada var. Rusiyada Peçorada, Moskva ətrafıdır, Kuznetskdə, Kuzbaksdır, Kansk-Açinskdə, Lenadır. Ukraynada Donetskdir. Qazaxstanda Karaganda, Ekibastuzdur. Türkiyədə Zonguldak, Ereğlidir. Özbəkistanda Angrendir, Şargundur. Polşada Yuxarı Sileziyadır. Almaniyada Rursardır. Çexiyada Karvindir. Çində Fuşin-Anşandır. Carda Kapdır. ABŞ-da Appalaşdır. Türk dünyası ölkələrindən həmçinin onlarda da var. Bay kömür yatağı var, məsələn, Sintizyan Uyğurda. Səhv eləmirəmsə, Tuvada Ulifem yatağı olmalıdır. Sonra manqan və xrom ehtiyatları. Manqan ehtiyatları, manqan Braziliyada var, Ukraynada var, Hindistanda var, Carda var. Xrom ehtiyatları isə Türkiyə xromita görə fərqlənir. Yadda saxlayın. Qara metallurgiya 1970-ci illərə qədər sürətlə inkişaf etmiş, sonra ET-nin təsiri nəticəsində sənayedə metala tələbatın azalması ilə əlaqədar artım sürəti nə olmuşdu? Aşağı düşmüşdü. Hazırda polad əridilməsinin mərkəzi inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə, xüsusilə Çinə keçmişdir. Çünki onların sənayeləşməsi həm də ekoloji təcavüz siyasətidir. Çeşitli sahələrə inkişaf etmiş ölkələr öz ərazilərindən aparıb inkişaf etməkdə olan kasıb ölkələrin ərazisinə keçirirlər ki, özlərinə mane olmasın. Ekoloji təcavüz siyasəti. İnkişaf etmiş ölkələrin çeşitli sənaye sahələrinə aid olan müəssisələr inkişaf etməkdə olan ölkələrin ərazisinə köçürülməsi siyasətidir. Dırnaqarası öz mənafi uğruna başqasını məhv eləmək. Əgər əvvəllər metallurgiya sənaye müəssisələri xammal rayonlarında yerləşdirilirdisə, hazırda bu müəssisələr kömürün və filizin daşındığı rayonlarda, dəniz limanlarında yerləşdirilir. Son zamanlarda belə müəssisələr çox vaxt metal qırıntısı ilə işləyən mini zavodlar şəklində istehlakçıya yaxın ərazilərdə tikilir. Gəldik əlvan metallar. Əlvan metallara aiddir. Yüngül əlvan metallar, ağır əlvan metallar. Bunlara ehtiyac yoxdur. Əsas bunları yadınızda saxlayın. Yüngül, ağır. Yüngülə aiddir. Alüminiumdur, magneziumdur, titandır. Ağır aiddir, misdir, sinkdir, qalaydır, qurğuşundur, nikeldir. Alüminiumun xam malı nədir? Boksitdir, alunitdir, nefridindir. Bəli. Alüminium istehsalının mərhələsi. Yenə də hasilat, keçdik saflaşdırma, keçdik konsentrat, alüminium oksid, saf alüminium. Məsələn, onu deyə bilərəm ki, Azərbaycanda Gəncəgil torpaq zavodunda ümumiyyətlə daş keçəndə zəylikdən alüminium çıxarılır, aparılır Gəncəgil torpaq zavoduna, orada alüminium oksid alınır, alüminium sənayesinin birinci mərhələsi. Ondan sonra daşınır Abşeron Xızı-İqtisadi Coğrafi rayonunda Sumqayıt şəhərində alüminium zavodunda saf alüminium alınır. Bunu yadımızda saxlayaq. Gəldik alüminiumun xammalının olduğu ölkələr. Boksit ehtiyatı ilə fərqlənir.
Fikir verin, boksit ehtiyatına görə fərqlənən ölkələr. Deməli, Rusiya, Çin, Avustraliya, Braziliya, sonra burada Gayanadır, Surinamdır, Yamaikadır, Gvineyadır, Fransanın özüdür, aydın oldu. Alüminiumun xam malını satan ölkələr. Yamaika, Surinam, Gayana, Gvineya ucuz enerji mənbələri olmadığı üçün satır. İthal xam mal əsasında alüminium ixrac edən ölkələr Yaponiyadır, Kanadadır, ABŞ-dır, İtaliyadır, Almaniyadır. Xam malı ithal edir, hazırlayır, hayırdan satır. Yerli xam mal əsasında alüminium ixrac edən Çindir, Fransadır, Macarıstandır, Avustraliyadır, Braziliyadır, Rusiyadır. Mis qurşağı olan ölkələr. Diqqət eləyin, mis qurşağı bax, Ant dağlarındadır Peru, Çili. Peruda da yatağın, Çilidə də yatağın adı var idi, Chiquicamata. Bir də Mərkəzi Afrika ölkələri, Kongo Demokratik Respublikası, Zambiya. Əlvan metallurgiya əsasən hasilat rayonlarında yerləşdirilir. Alüminium əridilməsi istisna olmaqla digər əlvan metallar Latin Amerikası, Asiya və Afrika ölkələrinə emal edilir. Elektrik enerjisindən asılılıq dünyada alüminium sənayesinin coğrafiyasına güclü təsir göstərmişdir. Alüminiumun əsas xam malı olan boksit istehsalına görə Yamaika, Avustraliya, Surinam, Gvineya fərqlənsə də, alüminium istehsalına görə Norveç, Yaponiya, Kanada seçilir. Nəyə görə? Ucuz enerji mənbələri var. ABŞ-ın əlvan metallurgiya sənayesi əsasən hardadır? Qərb ştatında, xüsusilə Kaliforniyada. Niyə? Çünki bu ərazidə su elektrik stansiyası var. Aydındır. Mis ehtiyatına görə Çili dünyada birinci yerdədir. Ölkədə 400-dən çox mis filiz yatağı mövcuddur. Yataqlar əsasən ant, mis qurşağında. Ant sözünün mənası ümumiyyətlə mis deməkdir. 1 ton mis çıxarırsan yerdən, həmin 1 tonun tərkibində 5 kiloqramdan 10 kiloqram arasında mis əldə etmək olur təmiz. Görün bunun qarışığı nə qədərdir. Çoxdur da. Deməli, filizin tərkibi kasıbdır. Ona görə də misi, suxuru istehlak rayonuna daşımaq sərfəli deyil. Onu elə yerindəcə saflaşdırırsan sonra. Hazırda Çilidə çıxarılan misin 90% Yaponiya, Fransa, ABŞ, Almaniya, Braziliyaya ixrac olunur. Deməli, bax, diqqət eləyin zəhmət olmasa. Qalay, mis, sink, qurğuşum, əlvan metallar, düzdür. Bunlar xam mal mənbələrinə. Alüminium, magnezium, titan, yüngül əlvan metallardır. Bunlar hara? Enerji mənbələrinə. Enerji mənbələrinə meyl eləyən əlvan metalların tərkibində qarışıq azdır. Xammal mənbələrinə meyl eləyən əlvan metalların tərkibində qarışıq çoxdur. Yəni, bunlar ağır əlvan metallardır, bura qədər. Bunlar ağır əlvan metallardır. Bunlar necə əlvan metallardır? Yüngül. Deməli, ağır əlvan metallar xammal mənbələrinə meyl eləyir. Yüngül əlvan metallar isə enerji mənbələrinə meyl eləyəcək. Bunu da yadda saxlayaq. Kimya sənayesi ehtiyac yoxdur kimya sənayesinə. Kimyada nəyə diqqət eləyəcəksiniz? Üstünlükləri, süni materiallar istehsal edir, kənd təsərrüfatında məhsuldarlığı artırır, xammal bazası tükənmir. Mənfi cəhətləri ətraf mühiti çirkləndirir. Hansı kimya növləri var? Kimya sənayesi növləri. Əsas kimya aiddir, turşudur, duzdur, qələbidir, mineral gübrələrdir. Mədən kimyası, yəni yerdən çıxarılanlar, bunlara aiddir. Duzdur, kükürtdür, fosforitdir, apatit hasilatı. Üzvi sintez kimyası, plastik kimya, spirt. Polimer kimya, süni və sintetik materiallar kimyəvi lif. Məişət kimyası, məişətdə istifadə etdiyimiz əczaçılıq və məişət kimyası. Maşın qayırma. Maşın qayırma digər sahələrə avadanlıqlarla təmin edir. Bu sahənin inkişaf səviyyəsi ölkənin iqtisadi gücünü təbii ki göstərir. Bunu yadda saxlayaq. Hansı növləri var? Ağır, ümumi, dəqiq. Dəqiqə elektrotexnika, cihaz qayırma, robot qayırma, elektrik hesablayıcı avadanlıqlar. Ümumiyə aiddir nəqliyyat maşın qayırması, yəni avtomobil, qatar, təyyarə və kənd təsərrüfatı maşın qayırması, dəzgah qayırma. Ağıra aiddir energetika maşın qayırması, dağ mədən maşın qayırması, yol tikinti və sənaye avadanlıqları aiddir. Meşə sənayesi, diqqət edin, meşə sənayesi. Meşə sənayesi özü bölünür. Meşə ehtiyatlarının yerləşməsi ilə üst-üstə düşür. Şimal meşə qurşağı əsasən enliyarpaqlıdır və bu meşələrdən kağız istehsalında istifadə olunur. Cənub meşə qurşağı əsasən enliyarpaqlıdır, tədarik olunur. Mebel istehsalı üçün şimal ölkələrinə ixrac olunur.
Şimal meşə qurşağı iynə yarpaqlıdır, kağız istehsalında selüloz kağızda istifadə olunur. Okey. Həm də inkişaf etmiş ölkələrin arasında deyə. Onlar ondan səmərəli istifadə edirlər. Cənub meşə qurşağı iynə yarpaqlıdır, ağac tədarükündə istifadə olunur. Əmin olun ki, onlar da inkişaf etmiş ölkələrin arasında düşsəydi, onlar da başqa məqsədlərin, daha yaxşı məqsədlərlə istifadə edirdilər. Meşə sənayesi bir mexaniki emal, iki kimyəvi emal mərhələlərinə bölünür. Deməli, mexaniki emal, ağac tədarükü, taxta şalban, şpal, faner, mebel, amma kimyəvi emala bax, kağızdır, kardondur, skibidardır, kanifoldur, spirtdir, boyadır, lakdır. Aydın oldu. Deməli, bu daha çox inkişafda olan ölkələr üçün, kimyəvi emal daha çox inkişaf etmiş ölkələr üçün səciyyəvi olacaq. Yüngül sənaye. Yüngül sənaye deməli bunu elə bu qruplar bir söz daha məqsədə uyğundur. Toxuculuq, pambıq parça var, kətan parça var, yun parça var, ipək parça var, qeyri-toxuma məhsullar var, xalçaçılıq var. Tikiş sənayesi, tikiş məmulatlarının istehsalı və təmiri. Dəri, xəz, ayaqqabı sənayesi, dəri, xırdavat sənayesi, xəz məhsulları, ayaqqabı. Bu da heç o qədər vacib deyil. Qida sənayesi əhalini ərzaqla təmin edir. Bu sahə tələb olunan xammal. Əsasən hardan alacaq kənd təsərrüfatından? Pendir yeyirik, pendir süddən alınır, süd də kənd təsərrüfatı məhsuludur. Çörək yeyirik, çörək taxıldan alınır, taxıl da əkilir, kənd təsərrüfatı aqrar sahədən alınır. Qida sənayesi kənd təsərrüfatı ilə birlikdə tendensiya yaradırlar, birləşirlər, olur nə? Aqrar sənaye kompleksini yaradır. Sonra gəldik 3-cü sektor. 3-cü sektor xidmət sahələrini əhatə edir. İnkişaf etmiş ölkələrdə üçün sektorun ticarət, nəqliyyat, turizm, rabitə, bank xidmətləri, səhiyyə, təhsil, kino, teatr, incəsənət sahələri aparıcı mövqeyə malik olmuşdur. Bu sahələrdə iqtisadi cəhətdən fəal əhalinin çox hissəsi saşır. ABŞ, Kanada, Yaponiya, İsrail, Avstraliya, Qərbi Avropa ölkələri təsərrüfatın strukturunda xidmət sahələrində işləyənlərin nisbəti 70%-dir. Yəni bu nə deməkdir? Adın çəkdiyimiz inkişaf etmiş ölkələrdə əhalinin çox hissəsi xidmət sahələrində saşır ki, xidmət sahələrində daha çox üçüncü sektordadır. Belə ölkələrdə sənaye və kənd təsərrüfatında çalışanların sayı azdır. Yəni birinci, ikinci sektorda sənayedə, kənd təsərrüfatında çalışanların sayı azdır. Çünki yüksək səviyyəli texnoloji avadanlıqları tətbiq etməklə inkişaf etmiş ölkələrdə ağır əl əməyi əsasən aradan qaldırılıbdır. O aqrar sahədə çalışanlar da texnologiyanı tətbiq edirlər. Məsələn, deyə bilmərik ki, Yaponiyada kənd təsərrüfatında çalışan yoxdur və yaxud da ki, Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatında çalışan yoxdur. Var. Say azdır. Amma orada çalışanlar da etinin nailiyyətlərini tətbiq edib çalışırlar. Aydındır. Amma baxın, Nepal, Bangladeş, Efiopiya, Gvineya, Mozambik, Ruanda, Butanda bu kimi inkişafdan geri qalmış ölkələrdə iqtisadi cəhətdən fəal əhalinin 5-20%-i üçüncü sektorda çalışır, qalanı birinci sektorda çalışır. Çünki kənd təsərrüfatı birinci sektora aiddir. Yəni, məsələn, Uqandada deyə bilmərik ki, əhalinin hamısı kənd təsərrüfatında çalışır. Əhalinin 5, 10, 15, 20%-i üçüncü sektorda, yəni xidmət sahəsində çalışırsa, əksəriyyəti görürsünüz, burada xüsus qeyd etmişəm. Mütləq əksəriyyəti birinci sektorda çalışır. Yaxşımı? Hazırda dünyada xüsusilə də inkişaf etmiş ölkələrdə iqtisadiyyatın 4-cü sektoru formalaşır ki, bu informasiya sahələrinin elmi tədqiqat və onların tətbiqi yollarını əhatə edir. Maddi və qeyri-maddi istehsal sahələri. Maddi istehsal, istehsalatda maddi nemətlər yaradan, onu istehlakçıya çatdıran bütün sahələri əhatə edir. Sənaye, kənd təsərrüfatı, tikinti, tədarük. Qeyri-maddi insanların həm də mənəvi tələbatını təmin edir. Səhiyyə, təhsil, elmi tədqiqat, mədəni maarif, idman, incəsənət, istirahət, turizm, mənzil, kommunal xidmətləri, məişət xidmətləri, rabitə, ticarət, ictimai asayiş və s. Maddi istehsalın ən mürəkkəb sahəsi, ən vacib sahəsi bax sənayedir. Biz sənayeden danışacağıq. Diqqət eləyək, zəhmət olmasa. Sənaye iki cür olur. Ağır sənaye, yüngül sənaye. Ağıra A qrupu deyəcək, yüngülə B qrupu deyəcək. A qrupu istehsal, yəni ağır sənayeden danışırıq. Diqqət eləyin. A qrupu istehsal vasitələri istehsal edən, yəni digər məhsulları istehsal etmək üçün istifadə olunan avadanlıqların istehsalını birləşdirir və ağır sənaye adlanır. Ağır sənayeyə aiddir energetika,
Dağ mədən diqqət edin, bu düşür. Maşın qayırma, metallurgiya, kimyanın özü belə ağır sənayedir, meşə sənayesi daxildir. Hər hansı məhsulun istehsalı prosesində təbiətə xeyli miqdarda tullantı atılır. İstehsal tullantılarının qarşısının alınması müasir dövrün ən aktual məsələsidir həqiqətən də. Biz çalışırıq maksimum şəkildə neyini ətraf mühiti çirkləndirməyək. Ətraf mühit çirklənirsə, lokaldan regionala keçir problem. Regionaldan da artıq qlobal bir problemə çevrilir. Məsələn, faydalı qazıntıların çıxarılması zamanı şəhər ətrafının çirklənməsi faciəli vəziyyətdir. Çernobıl qəzasında partlayış olursa, bu kollaps vəziyyətidir. Amma şəhərlərin kənarlarında faydalı qazıntıların çıxarılması zamanı ətraf mühitin çirklənməsi faciəli vəziyyətdir. Yadda saxlayın. İstehsal tullantılarının qarşısının alınması müasir dövrün ən mühüm problemlərindən biridir. Elmi-texniki tərəqqinin nailiyyətlərini tətbiq etməklə istehsal tullantılarını maksimum çalışırlar ki, minimuma çatdırsınlar. Ümumiyyətlə yazmışıq ki, tamamilə tullantısız istehsal prosesi yaratmaq hələ ki mümkün deyil. Bunu da yadda saxlayaq. Tamam. B qrupu yüngül sənaye və yeni sənayesi istehlak malları, yəni bilavasitə əhalinin istifadə etdiyi məhsullar istehsal edir, yüngül və qida sənayesi daxildir. Bax, yüngül sənayenin sahələri var. Fikir verin, infrastruktur xidmətlər. Yəni istehsal prosesini tənzimləmə. Bax, nəqliyyat. İşin var, zəng eləyirsən, bolta gəlib aparır. Rabitə, elektrik, su qaz təchizatı təmiri. Qazda nəsə bir problem, qaz xidmətinə, qəza xidmətinə zəng eləyirsən. Aydındır. Fərdi xidmətlər. Sabah məsələn toy var, gedirsiniz özünüzə paltar tikdirirsiniz və ya saçınızı uzatdırırsınız və yaxud da ki, uşağınızın ad gündə evə hansısa bir kloun çağırırsınız və yaxud da ki, xalçanı xanımlar kimyəvi təmizləməyə verir və yaxud da ki, restoranın var, onun mühafizə bir xidmət tətbiq edirsiniz. Fikrim çatdı. Bunlar hamısı fərdi xidmətlərdir. İnfrastrukturdur. Yəni ki, qəza vəziyyəti yaranarsa, qazda, suda, elektrikdə və yaxud da ki, aydın oldu bu infrastrukturdur. Amma fərdi xidmətlər özünüz üçün göstərdiyiniz xidmətlərdir. İşgüzar xidmətlər. Tutaq ki, mən təlimçiyəm, düzdür? Özüm üçün bir poster hazırlatdırıram. Və yaxud da ki, belə deyək, pula ehtiyacım var, gedirəm banka müraciət edirəm, pul götürürəm. Və yaxud reklam, hüquq məsləhətxanası. Mənim hansısa bir hüququm pozulursa, mən hüquq məsləhətxanasından öz hüquqlarım barədə məlumat əldə edə bilərəm. Sosial xidmətlər. Vətəndaşların təhsil, səhiyyə, idman, mədəniyyət və sairələrə olan tələbatının ödənilməsinə xidmət edir. Aydındır. İstehsalın təşkili formaları. Gəlin görək bu nədir? İstehsalın təşkili formaları. Var sənaye qovşaqları. Sənaye qovşaqları bir-birinə yaxın yerləşən məntəqələrdə olan müəssisələr, su, enerji, nəqliyyat, istilik və ambar xidmətindən birgə istifadə etdikdə yaranır. Sənaye qovşaqları. Ayrı-ayrı sənaye sahələrdə düzdür, birləşir sənaye qovşağını yaradırlar. Bir mərkəzdə, bir şəhər ətrafında formalaşırlar. Azərbaycanda məsələn Bakı, Sumqayıt, Mingəçevir, Yevlax, Şirvan, Salyan, Gəncə, Daşkəsən, aydın oldu. Məsələn, Respublikamızın şərqində Bakı, Sumqayıtla Şirvan, Salyandısa, qərbində Mingəçevir, Yevlaxla Gəncə, Daşkəsəndir. Bir neçə sənaye qovşağı birləşərək sənaye rayonunu yaradır. Onlar təsərrüfatın yüksək inkişaf etdiyi ərazilərdə formalaşır. İndi gəlin görək, ixtisaslaşma ölkədə olan sənaye obyektlərin fəaliyyətinin bir neçə formada təşkil olunur. Gəlin görək, ixtisaslaşma nədir? İxtisaslaşma. Ölkədə, iqtisadi rayonda və yaxud da müəssisədə hər hansı bir məhsulun istehsalı və xidmət göstərilməsinin üstün inkişafıdır. Biraz da açacağım bu cümləni. İxtisaslaşma üçün tutaq ki, pambıq. Ölkəmiz pambıqçılıq üzrə ixtisaslaşıb. Deməli, ixtisaslaşma üçün biz pambığı o qədər istehsal eləməliyik ki, yerli tələbatı ödəsin, artıq qalsın biz onu sataq. Aydın oldu. Bu zaman istehsal olunan məhsul digər ərazilərə və rayonlara göndərmək üçün nəzərdə tutulmalıdır. O qədər çox istehsal olunmalıdır ki, yerli tələbat ödəməlidir və satış məqsədi daşımalıdır. Burada bunu qeyd eləmişik. İxtisaslaşma üçün məhsul istehsalı daxili tələbatdan çox olmalıdır. Digər ərazilərə nisbətən ucuz başa gəlməlidir və ən əsası istehsal üçün uzun müddətli şərait olmalıdır. Təmərküzləşmə istehsalın elmi müəssisələrdə cəmlənməsidir. Əgər istehsal elmi müəssisələrdə cəmlənirsə, bu istehsal təmərküzləşməsidir. İstehsal müəssisələri bir ərazidə cəmlənirsə, bu ərazi təmərküzləşməsidir.
Aydın oldu. Metallurgiya, maşın qayırma, kimya, yüngül, sənaye, tikinti materialları istehsal müəssisələri istehsal gücünə görə iri olur. İstehsal obyektlər kiçik ərazidə cəmlənirsə, bu ərazi üzrə təmərküzləşməli. Azərbaycanın ən çox hardadır? Abşeron yarımadasında. Qarşısını almaq üçün nə etmək lazımdır? Regionların sosial-iqtisadi inkişaf proqramını həyata keçirmək lazımdır. Kooperativ, deməli təmərküzləşmə nədir? İstehsalın elmi müəssisələrdə cəmlənməsidir. Kooperativləşmə, hazır məhsulun istehsalında iştirak edən müəssisələr arasındakı əlaqədir. Kooperasiya əlaqələri daha çox maşın qayırma müəssisələri arasında çox olur. Müəssisə çatışmayan detalları başqa müəssisələrdən alır və son məhsulu istehsal edir. Məsələn, Gəncə avtomobil zavodu detalları hardan alır? Rusiyadan, Belarusiyadan alır. Kombinələşmə, texnoloji cəhətdən bir-biri ilə qarşılıqlı əlaqədə olan istehsal proseslərinin və ya prosesin bir müəssisədə birləşməsidir. Üzr istəyirəm. Deməli, texnoloji cəhətdən bir-biri ilə qarşılıqlı əlaqədə olan istehsal proseslərin bir müəssisədə cəmlənməsidir. Çox vaxt kooperativləşmə ilə kombinələşməni qarışdırırıq, amma ayrı-ayrı şeylərdir. Kombinələşmə prosesi özünü harda göstərir? Kombinatlarda. Bəs kombinat nədir? Kombinat məhsulu ardıcıl olaraq tam emal edir, bir-birinə xidmət edir, yerə tökülən götürür, ayrıdan emal edir. Onlar metallurgiya, kimya, yüngül, yeyinti sənaye sahələrini təşkil edir. Metallurgiya kombinatlarında dəmirdən nə alınırdı? Çuğun. Çuğun nə eləyirdi? Əridilirdi, polad alınırdı. Polad əridilirdi, məhsul olan prokat. Prokat son məhsuldur. Borudur, dəmir yolu reslərdir, polad lövhədir, metaldır, məftildir, qayıt, kadır, boltdur, bunlar ayrılırdı. Daha sonra gəldik alternativ dəyər, alternativ seçim. Alternativ dəyər, təsərrüfatın inkişafının ilkin vaxtlarında iqtisadi və maliyyə imkanları məhdud olduğu halda həyata keçirilməsi mümkün olan iki proqramdan biri seçilir. Gəlin bunu mən sizə belə bir şeylə izah edeyim, çox rahat başa düşəcəksiniz. Bu bir şirkətdir. Bu şirkətin 10 milyon büdcəsi var. Bu şirkətə iki proqram təklif olunur. Hər proqramın dəyəri 6 milyondur. Bu şirkətin cəmi 10 milyon belə deyək, büdcəsi var. Diqqət edin. İndi bu şirkət bunların ikisini də ala bilmir axı. Düzdürmü? Məcburdur tutaq ki, bunu aldı. Deməli, alternativ dəyər bu oldu. Almadığı. Bax deyir, təsərrüfatın inkişafının ilkin vaxtlarında iqtisadi və maliyyə imkanları məhdud olduğu üçün həyata keçirilməsi mümkün olan iki proqramdan biri seçilir. Bu zaman ehtiyatda qalan layihənin qiyməti alternativ dəyər hesab olunur. Amma seçilən nə olur? Alternativ seçim. Aydın oldu. Deməli, alternativ seçim bir çox hallarda yerli tələbatın ödənilməsi və ya təsərrüfatın sahə strukturunun təkmilləşdirilməsinə lazımdır. Deməli, diqqət edin, nə idi məsələ? 10 milyon büdcə var idi. 2 dənə proqram təklif olundu. 6 milyon. Məcbur birini seçdi. Seçdiyi alternativ seçimdir. Yerdə qalanın dəyəri alternativ dəyərdir. Sonra var son həddi xərc. Bir də burada bir şey deyim. Alternativ seçim daha çox ölkəmizdə Naxçıvan Muxtar Respublikasında deməli tətbiq olunur. Son hədd xərc, son hədd fayda. Son hədd xərc, son hədd fayda. Yadınızdadır, deməli, Samsunglar var idi. Bax, tutaq ki, deyək, bu da proqramdır, məsələn, deyək də, indi də belə deyək. Hə, bu da iPhone-dur, bu da iPhone-dur. Bunun 2 dənə burada nöqtəsi var. Tutaq ki, bilmirəm markanı. Bunun da burada 3 dənə nöqtəsi var. Diqqət edin. iPhone deyək, bu 15-dir. Bu da 16-da. iPhone 15-i satırdılar 2000-ə. 15-dən sonra son hədd xərc qoyub bunu 16 elədilər. 16-nın xərcdən sonra da buna xərc qoyuldu, 16 oldu. 16-nı başladılar, məsələn deyək, 3000-ə satmağa. Deməli, bu son hədd xərcdən sonra 2000-lik telefonu başladılar 3000-ə satmağa. Bu qazanc var, 1000 manadır. Buna deyirlər son hədd fayda. Gələn gəlir var, bu son hədd faydadır. Bax, bu 15 var idi, heç nədə. Buna ayrıdan bir son hədd xərc qoydular, elədilər 16. Başladılar 2000-lik telefonu 3000-ə satmağa. Bu oldu son hədd fayda. Ortada 1000 manat qazanca biz nə deyəcəyik? Son hədd fayda. Əlavə məhsul
vahidin istehsalı üçün tələb olunan xərclərdir son hədd xərclər. Son hədd fayda müəyyən bir əlavə və ya yeni məhsulun istehsalına başladıqdan sonra əldə edilən üstünlük və ya əldə edilən faydadır son hədd fayda. Aydın oldu? Bax, budur. Sonra bura qədər bu dərsi də qoy izah edeyim. Deməli, burada elmi-texniki inqilabdan söhbət eləyəcəyik. Elmi-texniki inqilab görək nədir? Hansı üstünlükləri var? Deməli, elmi-texniki inqilab bəşəriyyətin inkişafı elmi-texniki tərəqqi ilə sıx bağlı olmuşdur. Elmi-texniki tərəqqi ictimai istehsalın təkamül yolu ilə tədricən inkişaf etməsidir. Ümumiyyətlə, əvvəllər hərbi-texniki inqilab adlanırdı. Atom enerjisindən istifadə ilə əlaqədar. Atomdan istifadədən sonra hərbi-texniki inqilab adlandı. Robotların istehsalı ilə əlaqədar, mikroprosesorların istehsalı ilə əlaqədar mikroelektronika inqilab adlandı. İndi isə elmi-texniki inqilab adlanacaq. Tamam. Aha, elmi-texniki inqilab elmi kəşflərin istehsala tətbiqi nəticəsində bütün sahələrdə bax. Hətta məişətimizə belə gəlib çıxıb. Əvvəllər yeri süpürgə ilə süpürərlər, indi nə bilim toz soranla süpürürlər. Və yaxud da ki, əvvəllər paltarı əllə yuvardılar, indi paltarı yandan. Yəni artıq eti gör nə qədər genişlənibdir, məişətimizə belə daxil olubdur. Elmi-texniki inqilab, elmi kəşflərin istehsala tətbiqi nəticəsində bütün sahələrdə baş verən əsaslı keyfiyyət dəyişikliklərdir. Etinin başlıca xüsusiyyətləri elmin son dərəcə yüksək inkişafı, onun bilavasitə əsas məhsuldar qüvvəyə çevrilməsidir. Müasir eti aşağıdakı səciyyəvi əlamətlərə malikdir. Texnopolis innovasiya texnologiyaların işlənib hazırlanması, elm tutumlu sahələrin inkişafı, elmi kadrların hazırlanması məqsədi ilə yaradılmış mərkəzlərdir. İndi bunu daha da açacağım. Texnopolis nədir? Onlar iri elm və sənaye mərkəzlərinin ətrafında peyk şəhərciklər rolunu oynayırlar. Deməli, texnopolis və texnoparklar. Gəlin baxaq görək hansı texnopolislər var, texnoparklar var. Silikon vadisi, görürsünüz, ABŞ-dadır. Cummings Tədqiqatlar Parkı da ABŞ-dadır, Peugeot Tədqiqatlar Parkı da ABŞ-dadır. Texniumdur, Cambridge'dir, Net Park'dır. Görürsünüz, Britaniyadadır. Sofia Antipolisi Fransadadır. Otaniemi Finlandiyadadır. Z Park Çindədir, Kansai Elm Mərkəzi Yaponiyadadır. Texnoparklar böyük universitet və laboratoriyalar ətrafında formalaşan elm tutumlu şirkətlərin aglomerasiyasıdır. Deməli, onda biz buradan hansı nəticə ilə qaynaqlanacaq? Texnopark daxilində texnopolis yaradılır. Bax, çünki aglomerasiya deyirəm axı. Texnoparklar böyük universitet və laboratoriyalar ətrafında formalaşan nədir? Aglomerasiyalardır. Amma texnopolislər innovasiya texnologiyalarının işlənib hazırlanması, elm tutumlu sahələrin inkişafı, elmi kadrlarda hazırlanır, universitetdə, laboratoriyada hazırlanmır. Deməli, texnopolis texnoparkın tərkibinə daxildir, yadda saxlayın. ET-nin xüsusiyyətləri, əhatəlilik, universallıq, ET-nin böyük sferaları əhatə etməsi, debat və məişətə, mədəniyyətə, hətta psixologiyaya nüfuz edir. ET-nin sürətlənməsi, etinin insanların zehni və intellektual əməyinə tələbatının artması. Primitiv şəkildə deyək ki, nəyisə axtaranda artıq biz Chrome-da yazmırıq ki, məsələn deyək, Texnopolis nədir? Hamı ChatGPT-yə yazır ki, Texnopolis nədir? Açar söz, ətraflı izah edir. Deməli, insanların zehni və intellektual əməyinə tələbat artıbdır. Artıq gör nə qədər inkişaf edib. Elmin dərinli inkişafı. Etin tərkib hissələrinə diqqət edəcəksiniz. Elm, texnika və texnologiya, istehsal, idarə etmə. Etini inqilab yolu ilə keçən ölkələr var. Etini belə deyək, təkamül yolu ilə keçən ölkələr var. Deməli, təkamül yolu ilə bir də inqilab yolu ilə keçən ölkələr. Təkamül yolu ilə yavaş-yavaş, deməli, inkişafda olan ölkələr, inqilab yolu ilə sürətli inkişaf etmiş ölkələr. Bunu yadda, bəli, bunu yadda saxlayırıq. Aydındır. Bu qədər yoldaşlar.